Duş kabinlərinin şüşələrini nə qədər təmiz saxlamağı, yəqin ki, mənim kimi duş kabinləri olan xanımlar çox yaxşı başa düşər. Bilirsiniz ki, bunu hər dəfəsində silib təmizləmək mümkün deyil. Və inanın mənə ki, bu mənim həqiqətən də çox gözümə dururdu. Yəni hansı bir məhsulla da təmizləsəydim, yenə də suyun ləkələri orada qalırdı. Əziz xanımlar, bu gün sizə elə bir məhsulla tanış edəcəm ki, həqiqətən də doğrudan da deyildiyi kimi var. Özünüz nəticəni göz qabağında görəcəksiniz. Yəni sözün əsl mənasında doğrudan da artıq bu işlər mənim 1 qram da gözümə durmur. Artıq 2 aydan çoxdur bu məhsul məndədir. Həqiqətən də reklam eləmək fikrim yox idi. Sadəcə olaraq sizinlə paylaşıram ki, siz də görəsiniz. Yəni sizin də işiniz asanlaşsın, rahatlaşsın deyənə sizə də bunu çəkib göstərmək qərarına gəldim. Və təkcə duş kabinlərində yox, ümumiyyətlə hər yerdə, hamam otağında çoxdan qalmış su ləkələrini anınca da yox eləyir. Orada kramplarda, duşda fikir verdinizsə, mən onu püskürdürəm. Hətta əskini çəkmədən belə artıq oradan o ərklər həmin məhlulla bir yerdə axmağa başlayır. Yəni artıq 1 ildir ki, bütün bunlar istifadə olunur, amma bu məhsulun təmizliyindən sonra elə bil ki, hər şey yepyenidir. Yəni bir sözlə bu məhsulla təmizlik işləri mənim artıq heç gözümə durmur, çox rahat təmizlənir. Həm də sprey olduğuna görə bütün dərmədeşiyə də rahat püskürtmək olur. Digər hamamımda da eyni problem. Məhlulu püskürdüb, sadəcə əskini lap yüngülvari çəkirsiniz. Hətta çəkməsəz belə görəcəksiniz ki, öz-özünə par-par parıldayır. Özdə bir dənə də şey sizə vurgulamaq istəyirəm. Ən əsas məsələ, bunun tərkibində sizin simisilərinizə, krantlarınıza zərər verə biləcək zərərli maddələr yoxdur. Məhlul krantlarınızın üzərində çox qalsa belə, onları qətiyyən korlamayacaq. Belə əziz izləyicilər, artıq mən bu məhsul sayəsində çox qısa bir müddətdə 2 hamam otağımın təmizliyini də bitirdim. Bu məhsulun səhifəsini sizin üçün aşağıda taq edəcəm. Səhifələrində bir çox gigiyenik vasitələr mövcuddur. Onları da ara-sıra sizinlə tanış edəcəm. Özünüz də səhifələrinə daxil olub digər məhsullarla da tanış ola bilərsiniz. Əminəm ki, təmizliyi sevən xanımlar üçün bu post faydalı oldu. Bəs siz necə, təmizliyi bəyəndinizmi?